Maarifləndirici sosial çarxlar sırasına daha bir layihə də əlavə olunub. Bu dəfə Azərbaycanın vətənpərvər ruhlu bəstəkarı Sevinç Tofiq qızı heç bir uşaq anasız qalmasın şüarı altında tədbir keçirdi. Mama, ne uxadi. E-Media qrupun təşkilatçılığı ilə keçirilən tədbirdə sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi Sevinç Tofiq qızına aid Ana Getmə mahnısına çəkilən klip təqdim olundu. Mama, ne uxadi. Когда ты не рядом, mama, не уходи. Mahnı valideyn sevgisindən məhrum olmuş uşaqlara, müharibə şəraitində zərər çəkmiş körpələrə həsr olunur. Qeyd edək ki, mahnı Azəri İnciləri uşaq vokal qrupunun ifasında səslənir. Mama, поверь, пойми, я ведь с тобой дышу. Bəstəkar bu layihənin ərsəyə gəlməsi haqqında ətraflı məlumat verdi. Əsas mövzu burada heç bir uşaqlar anasız qalmasın. Bugün deməli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın o gözəl sözlərinə, şeirinə bir mahnı bəstələdim və ona klip çəkdirdim. Bu mahnının ifaçıları Azəri İnciləri vokal qrupu, 4 qız uşaqlar oxuyurlar. Məhz elə bu mahnı da uşaqlara həsr olunubdur. Təşkilati işlərdə E-Media qrupuna mən təşəkkürümü bildirirəm. Klipin rejissoru Könül Əlizadədir. Bu işbirliyindən çox məmnun qalan xanım rejissor layihə haqqında qısaca danışdı. Mama, ne uxadi mahnısının klipini hazırladıq. İnşallah bəyənərsiniz. Çox sevindim ki, mənimlə məhz işbirliyi qurdular. E-Media qrupun rəhbəri Elşən Əliyev də layihə haqqında fikirlərini kokteyllə bölüşdü. Bugün heç bir uşaq anasız qalmasın deyə bir şüar altında tədbirdir. Leyla xanımın da burada öz şeirində də göstərilmişdir ki, mama ne uxadi, yəni ki, valideyn qayğısından kənarda qalmış uşaqları müraciət həsr olunmuşdur. Hər kəs çalışmalıdır ki, uşaqlar valideynlərinin sabahları, valideynlər uşaqlarının qanatları olsun.